Hər kəsə salam. Hal-hazırda kəndə gedirəm və fikirləşdim ki, elə ilk vloqumu çəkmək üçün ən gözəl vaxtıdır. Rayona xalamgillə gedirik həmişə. Bu dəfə də mamanı da yol üstü götürdük və yollandıq Xaçmaza. Yol elə də uzaq deyil, 2-3 saatdır. Amma biz həmişə yolda musiqini qoşuruq, oxuyuruq, ona görə də yolda adam dincəlir. Yol üstü bizim sevimli mağazamıza girdik və bir neçə şirniyyat aldıq. Emil özünə kruasan seçdi şokoladla. Biz isə qoğal aldıq və hansısa dürmək toyuqla bilmədiyin nədirsə, amma əvvəllər çox dadlı idi, amma bu dəfə nəsə o qədər də xoşumuza gəlmədi. Burada tortlar da var idi, çox dadlı görsənirdi, istəyirdim alım, amma özümü saxladım. Biz isə nəhayət ki çatdıq Xaçmaza. Amma bir saniyənin içində hava elə dəyişdi ki, özümüz də şok olduq. Çox vaxt xalamgillə gedəndə mən qabaqda otururam, xalam isə arxada Emillə oturur, çünki Emil tək oturmaq istəmir. Amma bu dəfə kəndə çatmamıza bir 20 dəqiqə qalmış, xalam dedi ki, gəlin maşını mən sürüm və qalan yolu da xalam sürdü. Sizcə mən xalaya oxşayıram çox, yoxsa mamaya? Ümumiyyətlə mənə çox adam deyir ki, sən xalanın kopyasısan. Şükür biz artıq çatdıq. İndi isə qəşəng, qaynar bir çay süzdük. Bu boyda yağışdan və yoldan sonra lap yerinə düşdü məncə. Bura babamın uşaqlıq evidir. Ev çox köhnədir, ona görə də burada heç kim qalmır. Elə buna görə də gəlib gördük ki, evdə heç nə yoxdur, ona görə götürdüm Emili və getdik mağazaya. Let's go, Emil, куда идем? Эмиль, куда идем? Знаете, мы идем в магазин, только мы ничего не скажем. Это секрет. Да, это секрет. Пошли. Открывай дверь. Пошли, он нам... Открывай дверь. Выходим. Посмотрю. 20 dənə yumurta aldım. 1-2 kilo pomidor aldım. Pomidor yumurta pişirəcəyik. Soğan, çörək aldım. Sonra saçaq pendiri və yağ aldım səhər üçün. Qərara gəldik ki, axşama kabab bişirək, amma adi kabab yox. Bu dəfə anam tam fərqli usulla hazırlamaq istədi və sizə deyim ki, bu indiyə qədər yediyim ən ləzzətli kabab idi. Hər şey süfrəyə düzdü, pomidor yumurta da artıq hazır idi. Oturub sakitcə yeməyimizi yedik. Axşamüstü ürəyimizdən semiçka keçdi və oturduq, söhbət eləyə semiçka çıtladıq. Həri günü tezdən gəldi ki, tikintiyə baxaq. Sizə dediyim kimi, xalam artıq yeni ev tikir, çünki babamın evi çox köhnədir. Demək olar ki, heç bir normal şərait yoxdur. Xalamgilin çox qəşəng bağı var və evi də elə düz bağın ortasında tikməyə qərarına gəliblər. Məncə bu çox gözəl bir fikirdir. Videoda gördüyünüz kimi, burada həm hovuz olacaq, çünki biz yayda dənizə hovuza getmək çox sevirik. Amma uzaq olduğu üçün fikirləşdik ki, niyə də yox. Həm hər şey əlimizin altında olar, həm də rahat hərəkət edə bilərik.
Evə baxandan sonra artıq hava da dəyişdi, soyudu və biz Bakıya qayıtdıq. Yorulmuşduq deyə gəlib elə öz iş gücümüzlə məşğul olduq. Artıq başa düşdüyünüz kimi mən bu vlogu 3 gündür çəkirəm. Kənddən qayıdan kimi ev işləri məni gözləyirdi. Səhər durub otağımı yığışdırdım. Həm öz kravatımı yığışdırdım, həm də bacımınkini. Çünki bacım səhər tezdən işə getmişdi, mənim isə bugün istirahət günümdür. Bilmirəm tək məndə belədir, yoxsa sizdə də belədir. Nə qədər yığışdırsam da 2 gündən sonra hər şey yenə öz yerini itirir. Şəhərlərdə yazın görüm, siz otağınızı hər dəfə yığışdırırsınız, yoxsa həftədə bir dəfə? Həmişə köməyimə belə slipli salfetlər gəlir, həm mətbəxdə, həm belə kosmetika yığışdıranda çox vaxt istifadə edirəm. Evi yığışdırdıqca dedim sizlə biraz səmimi söhbət edim. Əslində bu mənim ilk vlogumdur. Çoxdandır sınamaq istirdim, amma nəhayət ki indi qərara gəldim ki başlamaq lazımdır. Çünki mən həm video, həm şəkil çəkməyi çox xoşlayıram. Ona görə də sizin fikriniz mənim üçün çox maraqlıdır. Deyin görün bu videonu izləmək sizə maraqlı oldu mu, yoxsa yox? Mənə elə gəlir ki, belə vloqlarda xüsusi bir səhr var, həyatı olduğu kimi filtrsiz və maskasız göstərir. İndi isə gəlin bir yerdə tema bağlamalarımızı açaq. Bir neçə şey sifariş eləmişdim. Mamaya da, bacıma da, özümə də. Bu dəfə nəsə bağlamalar çox gec gəldi, 3 həftə tutdu. Amma başqa vaxtları 10 gün ərzində gəlirdi. Deməli, birinci belə bir şeydir. Özümə dəri kəmər sifariş etdim. 5 manat qiyməti var idi. Düzü bu qiymətə super bir keyfiyyət gözləmirdim. Sadəcə yoxlamaq üçün sifariş etdim. Görüm necə çıxacaq, yaxşı yoxsa pis. Amma sizə deyim ki, o qədər də yaxşı deyil. Mənə elə gəlir ki, 1-2 dəfə taxandan sonra xarab olacaq. Məncə 5 manata 4 cür saç zakolkası çox yaxşı bir qiymət idi. Ona görə aldım onları. Əslində göy olanı o qədər də xoşuma gəlmədi. Amma o birisləri çox yaxşı tutur saçı. Növbəti isə bacımın futbolkasıdır. Düzünü desəm onunla zövqlərimiz heç uyğun gəlmir. Bəli, qəşəng geyinir, amma ümumiyyətlə mənim zövqümdə deyil. Mən daha sakit tonlarda paltalar xoşlayıram. Bacım isə gördüyünüz kimi çəhrayı rəngli bir dənə kofta zakaz edib. Çox gözəldir, materialı da yaxşıdır. Amma məncə yay üçün deyil, isti olacaq yayda. Yenə də çox rahatdır və gözəl rəngi var. Daha sonra bacım özünə ağır nakitka sifariş edib. Belə ön tərəfində iplərdir. Bunu yayda mayka ilə geymək üçün sifariş edib. Axşamlar harasa çıxanda bunu üzərinə geyinib getmək olar. Materialı pambıqdır, nazikdir. Mənə elə gəlir ki, yayda bunu üstündən geyinsən o qədər də isti olmayacaq. Məsələn, digər köynəklərində bəzən adam bişir, isti olur, amma bəzən də olur ki, köynəksiz bayıra çıxmaq istəmirsən. Ona görə də bu ən yaxşı variantdır. Bu koftanı da mən də bəyəndim. Amma sadəcə deyim ki, pambıqla yanaşı tərkibində sintetika da var. Çox yaxşı. Gördüyünüz kimi orada güpür, krujeva, qıraqlarında krujeva da var. Məncə çox incə görsənir. Bacımın sifarişi də özünə şalvar, nazik bir dənə yay üçün şalvar sifariş elədi göy rəngdə. Materialı yaxşıdır. İstəsəz linkləri aşağıda saxlayacağım. Keçib baxa bilərsiniz. Bu isə sadə ağ köynəkdir, tərkibi pambıqdır. Materialı da çox gözəldir. İndi isə keçək mamanın sifarişlərinə. Mama özünə belə yaşıl bir dənə saroçka sifariş eləyib. Hansısa maykaların üstündən geyinmək üçün. Əslində elə bildim ki, qollarında düymə var, amma bu dəfə düyməsizdir. Sonra özünə 3 dənə mayka ya futbolka sifariş eləyib. Üçünün də tərkibində pambıqdır. Çox yaxşı materialı var, çox nazikdir və əsl yay üçündür. Bu isə anam üçün şalvardır. Xüsusi olaraq eləsini seçmişəm ki, materialı hava keçirsin və hər gün geyinəndə rahat olsun. Bel hissəsi rezinlidir. Ona görə də
bədəni sıxmayacaq. Analar belə şeyləri məncə çox sevir. Nəhayət ki, gəldik, çıxdıq mənim sifarişimə. Özümə baletka sifariş etmişəm. Amma açığı sifariş etməyə çox qorxurdum. Çünki bir dəfə Trendyoldan zakaz eləyəndə mənə balaca gəldi. Dedim, risk edim, zakaz eləyim Temudan və mən sizə deyim, çox rahat idi və çox praktikdir. Ayağında çox qəşəng və zərif dururlar. Ümid edirəm ki, bu videom xoşunuza gəldi. Məni izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videonu bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun.